Deməli, biz testlərimizi həm də paralel şəkildə işə sala bilərik. Məsələn, burada verilmiş Heroku-da, gəlin əvvəlcə burada olan artıqları bağlayaq. Burada verilmiş Heroku klassında bizim neçə ədəd testimiz var? 2 ədəd. Biri adi test annotasiyasıdır, ikincisi parametrləşdirilmişdir və cəmi 3 dəfə bizim testimiz işə düşür. Biz bunu paralel şəkildə edə bilərik ki, biri bitməmiş, digəri də işə düşsün. Bundan əvvəl necə olurdu? Bu bitməli idi ki, digəri işə düşsün və bunun indi biz tərsini istəyirik. Bunun üçün test package-in altında mən yeni bir directory açacağam və onun adına qoyacağım JUnit ortadan xətt platform.properties. Üzr istəyirəm, folderin adını səhv verdim. Gəlin bir daha yaradaq. Deməli, directory adını qoymalıyıq və bunun adını resources qoyacağıq. Elə bizdə də burada gəlmişdi. Və bunun içində biz fayl yaradırıq. Faylın adını qoyacağıq JUnit platform.properties. Bu properties əslində faylı ilə biz çox işləyəcəyik. Test ediciyə başladığımızda biz configuration.properties faylı yaradacağıq. Haradakı biz datalarımızı saxlayacağıq, amma ora hələ var. Deməli, burada mən key value şəklində yenə də açar və dəyər verməliyəm. Mən burada yazacağım JUnit nöqtə qoyuram Jupyter nöqtə qoyuram execution Jupyterin işə salınması yəni nöqtə paralel 2 ədəd l ilə nöqtə enabled və onu bərabər edirəm true-ya. Bu zaman mən yenə də testlərimi paralel şəkildə işə sala bilmirəm. Səbəb nədir? Çünki mənim bütün testlərim eyni threaddə, eyni nüvədə baş verir. Başqa sözlə eyni axında baş verir. Biz demişik ki, Java həm single, həm də multi-thread dildir. Yəni həm tək axın ola bilər, həm eyni anda bir neçə axın ola bilər və testlərimizin paralel işləməsini istəyiriksə, biz hər testimizi bir axına verə bilərik ki, paralel şəkildə axınlar getsin, yəni paralel şəkildə testləriniz getsin. Ona görə də yalnız bu sətir bəs etmir. Bundan əlavə biz belə bir şey yazmalıyıq. Bu hissəni kopyalayıram. Aşağı düşürəm, burada yapışdırıram. Burada mod.default yazıram, bərabərdir concurrent və növbəti yenə də paralel.mod.classes.default bərabərdir yenə də concurrent. Əlavə olaraq biz threadlərimizin sayını verə bilərik ki, neçə ədəd thread olsun. Hal-hazırda səhv etmirəmsə bizim 3 ədəd testimiz var idi Heroku klassının içində. Yenə də gəlin biz threadlərimizin sayını 4 edək. Bunun üçün mən parallel.config.fixed.parallelism yazıram və bərabər edirəm 4-ə. Dinamik paralelizm də edə bilərik. Gəlin bunu da edək. config.strategy bərabərdir dynamic. Mən bunları əzbər bilmirəm. Sual verə bilərsiniz ki, bunları hamısını özümdən yazıram. Xeyr. Sizin də bunu əzbər bilməyinizə ehtiyac yoxdur. Bu proyekt qurulanda cəmi bir dəfə yazılsa bəs edir. Bunu bir dəfə yazırsınız və kifayət edir. Hər dəfə yazmanıza ehtiyac yoxdur. Təbii ki, kodların hamısını tapa bilərsiniz. Harda? GitHub'da. Bəli. Keçə bilərik Heroku klassına. Monitorda dəyişiklik etmişəm. Ümid edirəm ki, testimi işə saldığım zaman bu monitorda işə düşəcək. Gəlin run edək. Ümumi klassı run edirəm. Class leveldə. Baxaq nə baş verəcək. Və eyni anda açıldı, bağlandı. 3 testimdə keçdi. Və ümumi neçə saniyə bizə verildi? Parameterized 7 saniyə, 40 saniyə, 7 saniyə, 40 millisaniyə. Əgər sizin üçün tez oldusa, bir daha işə salmaq istəyirəm. Gəlin baxaq necə olacaq. Biri açıldı, bağlandı və 7 saniyədən məncə tez oldu. Sadəcə dəfə 6 saniyə göstərir. Sadəcə burada məsələ nədir? Bizim parameterized testimizin içində bir metodumuz var və biri bitib ikincisinə keçməlidir. Bu paralel olmadı səhv etmirəmsə, amma bu ikisi birinci testimlə, yəni unit testimlə parameterized testim, baxın bu ikisi paralel şəkildə işə düşdü.